ABŞ-də federal hökumətin 43 gün davam edən qismən bağlanması, yəni shutdown rəsmi olaraq başa çatdı. Belə ki, Nümayəndələr Palatası hökumətin 2026-cı ilin yanvarın 30-na qədər maliyyələşməsini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxardı və sənəd 222 əleyhinə, 209 əleyhinə səslə qəbul edildi. Diqqətə çəkən məqam odur ki, Demokratlar Partiyasının 6 üzvü layihənin əleyhinə, ressurslardan isə 2 nəfər əleyhinə səs verdi. Bu, konqresdə son həftələrdə müşahidə olunan siyasi gərginliyin müəyyən qədər yumşaldığını göstərirdi. Onu da qeyd edim ki, layihə daha əvvəl Senatda təsdiqlənmişdi və ABŞ prezidenti Donald Trump sənədi imzaladıqdan sonra shutdowna rəsmi olaraq son qoyuldu. Ağ Evdə keçirilən imzalama mərasimində prezident çıxış edərək bildirdi ki, mənim imzamla federal hökumət normal fəaliyyətini bərpa edir. Administrasiyamız və konqresdəki tərəfdaşlarımız Amerikalılar üçün yaşayış xərclərini azaltmaq, ictimai təhlükəsizliyi bərpa etmək və ölkəni yenidən əlçatan etmək üçün işlərini davam etdirəcəklər. Trump çıxışında demokratları məsuliyyətsizlikdə ittiham edərək vurğuladı ki, onların uzatdığı bu böhran nəticəsində ABŞ iqtisadiyyatına böyük ziyan dəyibdir, 20 min uçuş ləğv edilib və ya təxirə salınıbdır, 1 milyondan çox federal işçi məvacisi qalıbdır və milyonlarla az təminatlı Amerikalı ərzaq yardımından məhrum olubdur. Bu böhran əslində büdcə prioritetləri və sərhəd təhlükəsizliyi xərcləri üzərində yaranan fikir ayrılığından nəticəsidir. İndi hökumət fəaliyyətini bərpa etsə də qarşıda hələ də daimi büdcə razılaşması əldə etmək kimi ciddi vəzifələr dayanır.